Nərimanın 1 milyonu, Elvinin isə tövbəsi. Nəriman Axundzadənin Amerikada illik məvacibinin 1 milyon manatdan çox olması müzakirə mövzularından birinə çevrildi. Sosial şəbəkələrdə onun bu qədər maaş almasına sevinənlər də oldu, mız qoyanlar da. Təbii ki, Azərbaycanlı futbolçunun okeanın ta o tayında top qavaraq 1 milyon manatdan çox qazanması hamımızı sevindirən haldır. Görünür, ya biz onu yaxşı tanımadıq, ya da Amerikalılar. Sən demə Elvin Cəfərquliyev dəridən qabıqdan çıxırmış ki, Qurban Qurbanov onu bağışlasın. Məlum olub ki, Qurban Qurbanov yekun qərar verib, hətta onu bağışlamayacağını bildirib. Xəbərlər belə deyir. Halbuki Elvinin paylaşımlarına baxdıqda özünü o qədər də günahkar hiss etmədiyi görünür. Hələ Neftçiyə keçmək istədiyinə görə klub tərəfindən cəzalandırıldığı deyildiyi halda yayılan xəbərlərin doğru olub-olmadığı şübhə doğurur. Hər halda zaman göstərəcək. Cəfərquliyev getdiyi klubda xoşbəxt olacaqsa, deməli onun Qarabağdan getməsi elə ürəyincə imiş.